Bir çox valideyn elə hesab edir ki, uşaq evdə və otağında təkdirsə, o tam təhlükəsiz mühitdədir. Lakin rəqəmsal dünyanın gətirdiyi risklər bu reallığı dəyişir. Müasir uşaq psixologiyasının ən aktual problemlərindən biri virtual zorakılıq, yəni kiberbullyingdir. Onlayn oyunlarda və qruplarda uşaqlar həmyaşıdları tərəfindən psixoloji təzyiqlərə, təhdidlərə və təhqirlərə məruz qalırlar. Uşaqlar isə çox vaxt bunu gizlədir. Lakin valideyn olaraq bu siqnallara diqqət etməlisiniz. Uşağın qəfildən içinə qapanması, telefonla təmasdan sonra yaranan kəskin aqressiya və yuxu pozuntusu. Çıxış yolu interneti kəsmək, telefonu qadağan etmək qətiyyən deyil. Effektiv həll uşaqla güvənə əsaslanan bağ qurmaq və onun virtual mühitinə nəzarət etməkdir. Unutmayın ki, virtual məkanda alınan psixoloji travmalar real həyatda dərin izlər buraxır.